Yəqin sizin də başınıza gəlib, bir FTP serverinə qoşulmağa çalışırsınız, amma heç nə alınmır. Bəs görəsən bu qədər köhnə bir texnologiya niyə hələ də bizə belə baş ağrıları yaşadır? Gəlin bu texniki müəmmanı birlikdə aydınlaşdıraq. Baxın, ssenari adətən belə olur. Serverə qoşulursunuz, istifadəçi adını, şifrəni yazırsınız, hər şey qaydasında görünür. Amma nə vaxt ki bir fayl siyahısını görmək və ya nəsə yükləmək istəyirsiniz, bağlantı sadəcə donur. Bu, heç də təsadüfi deyil. Gəlin görək, bunun arxasında hansı texniki səbəb dayanır? FTP, yəni File Transfer Protokolu, sözün əsl mənasında internetin dinozavrlarından sayılır və bütün bu baş ağrıların səbəbi onun lap əvvəldən dizaynında olan bir qüsurdur. Bəli, doğuşdan gələn bir problem. Deməli, müasir protokolların çoxu tək bir bağlantıdan istifadə edir. Amma FTP o fərqlidir. O iki ayrı bağlantı istifadə edir. Biri əmrlər üçün, digəri isə birbaşa məlumatların özü üçün. Təsəvvür edin ki, kiməsə zəng edib nə istədiyinizi deyirsiniz, bu birinci bağlantıdır. Amma sonra o sizə məlumatı çatdırmaq üçün tamamilə başqa bir yolla, məsələn bir kuryer göndərir. Bax, bütün problem də bu ikinci ayrı bağlantıdan qaynaqlanır. Yaxşı, gəlin lap əvvələ qaydaq. Hər şey necə başladı? FTP-nin ilk, yəni orijinal versiyası aktiv rejim adlanırdı. Kağız üzərində hər şey çox məntiqli görünür. Deməli siz, yəni müştəri, serverin 21-ci portuna qoşulursunuz və deyirsiniz, salam, mən filan fayl istəyirəm. Sonra da əlavə edirsiniz, faylı göndərmək üçün mənim filan portuma qoşul. Və serverdə sizin bu təlimatınıza əməl edərək, məlumatı göndərmək üçün sizə tərəf yeni bir bağlantı açmağa çalışır. Gəlin indi bu sxemə baxaq. Görürsünüz, ilk bağlantı, yəni əmrlər kanalı müştəridən serverə gedir. Bu normaldır. Amma əsas məqam ikinci bağlantıdadır. Məlumat bağlantısı serverdən müştəriyə doğru açılır. Yəni, server sizə geri zəng edir. Bütün problemin kökü də məhz bu geri zəngdədir. Yaxşı, bəs burada nə problem ola bilər ki? İlk baxışda hər şey normaldır, elə deyilmi? Amma görünən odur ki, bu dizayn müasir, təhlükəsizliyin ön planda olduğu internet dünyası üçün demək olar ki, bir fəlakətdir. Və beləliklə səhnəyə hekayəmizin əsas pis adamı daxil olur, Firewall, yəni təhlükəsizlik divarınız. Firewall'un iş prinsipini başa düşmək üçün onu bir mühafizəçi kimi düşünün. O, sizin kompüterinizin qapısında durub, siz içəridən çölə istənilən bağlantını başlada bilərsiniz. Mühafizəçi buna icazə verir. Amma çöldən gələn, gözlənilməyən, yəni sizin başlatmadığınız hər hansı bir bağlantı cəhdini o şübhəli bir qonaq kimi qəbul edir və qapını üzünə bağlayır. Bax, bütün məsələ də budur. Aktiv FTP-də server sizə geri zəng etməyə, yəni çöldən içəri bir bağlantı açmağa çalışır, sizin firewallunuz isə bu cəhdi arzu olunmaz bir müdaxilə kimi görür və dərhal bloklayır. Nəticə, FTP proqramınız fayl siyahısını gözləyir, amma o siyahı heç vaxt gəlib çatmır. Bağlantı eləcə donub qalır. Əlbəttə, bu problemin bir həlli olmalıydı və hekayəmizin qəhrəmanı da məhz budur. Bu firewall problemini aşmaq üçün xüsusi olaraq düşünülmüş bir üsul. Pasif FTP. Aktiv və passiv rejimlər arasındakı əsas fərqi bir cümlə ilə ifadə etmək olar. Məlumat bağlantısını kim başladır? Aktiv rejimdə server sizə geri zəng edirdi. Passiv rejimdə isə bu məsuliyyət tamamilə dəyişir. Artıq bütün bağlantıları müştəri, yəni siz özünüz başladırsınız. Prosesin necə dəyişdiyinə baxın. Yenə serverə qoşulursunuz, amma bu dəfə deyirsiniz ki, mənə passiv rejimə keçmək üçün bir port aç. Server öz tərəfində bir port açıb, onun ünvanını sizə göndərir. Və siz də ikinci bağlantını məhz həmin ünvana doğru özünüz edirsiniz. Yəni, serverə deyirsiniz ki, mənim qapımı döymə, sadəcə deyə hansı qapı açıqdır, mən özüm gələcəm. Bax, bu kiçik detal hər şeyi dəyişir. Bu sxemdə isə vəziyyət tam fərqlidir. Fikir verin, həm əmr, həm də məlumat bağlantısı, hər ikisi müştəridən serverə doğru gedir. Yəni, bütün bağlantılar içəridən çölə başlayır. Sizin firewallunuz üçün bu tamamilə normal və təhlükəsiz bir davranışdır. O, heç bir şübhəli qonaq görmür və hər iki bağlantıya da icazə verir. Yaxşı, deməli, passiv rejim hər şeyi həll edir, eləmi? Təəssüf ki, hekayəmiz burada bitmir. Çünki heç bir həll yolu mükəmməl deyil. Problem nədir? Bu dəfə günahkar server tərəfindəki firewall ola bilər. Təsəvvür edin, siz serverin açdığı porta qoşulmağa çalışırsınız, amma serverin öz firewallu həmin portlara gələn bağlantıları qəbul etmək üçün konfiqurasiya edilməyib. Nəticədə sizin bağlantı cəhdiniz yenə də uğursuz olur. Yəni, problemi bir tərəfdən həll edirik, amma bu dəfə o qarşı tərəfdə peyda ola bilər. Yaxşı,
Bəs əgər hər iki tərəfdə də problem yarana bilirsə, niyə passiv rejim bu qədər geniş yayılıb və müasir internetin demək olar ki, standartına çevrilib? Səbəb sadədir. Adətən serverləri idarə edənlər biz olmuruq. Amma öz kompüterimizdəki firewall-la biz nəzarət edirik. Məhz buna görə də bir çox FTP proqramında bu seçimi görmüsünüz. Passiv rejim istifadə et. İndi artıq bu kiçik işarənin nə qədər böyük bir problemi həll etdiyini bilirsiniz. O əslində sizin firewall-unuzla serverin döyüşməsinin qarşısını alır. Gəlin öyrəndiklərimizi qısaca ümumiləşdirək. Birincisi, bütün problemin kökü FTP-nin 2 kanallı qəribə dizaynındadır. İkincisi, aktiv rejim müasir firewalllarla yola getmir. Çünki serverin geri zəngi bloklanır. Üçüncüsü, passiv rejim bu problemi həll edir, çünki hər iki bağlantını da müştəri başladır. Və nəhayət, məhz bu səbəbdən passiv rejim müasir standartdır. Baxın, bu cümlə hər şeyi çox gözəl izah edir. Passiv FTP sonradan ortaya çıxan bir təkmilləşdirmə deyil. O, birbaşa olaraq firewall və NAT kimi cihazların yaratdığı maneələri aradan qaldırmaq üçün düşünülmüş bir həll yoludur. Və sonda gəlin bir anlıq düşünək. FTP 1971-ci ildə yaradılıb, yəni yarım əsrdən çox yaşı var. Müasir dünyada hər şeyin tək bir bağlantı ilə, sadə və effektiv şəkildə həll olunduğu bir vaxtda, bu qədər mürəkkəb və problemli bir protokola hələ də ehtiyacımız varmı? Bəlkə də FTP-ni artıq təqaüdə göndərib, daha müasir alternativlərə tam keçid etməyin vaxtı çoxdan çatıb. Bu barədə düşünməyə dəyər.